Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar. Azərbaycanın müstəqillik tarixində silinməz iz qoymuş. 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olmuş Əbülfəz Elçibəy kimdir? Yox, o mənada demirəm. Sadəcə deyirəm ki, bunu demək istəyirəm ki, sizin hamınız doğrudan doğrusunu deyək. Belə cür deyək də, fağır bir prezident tapmışdınız. Ağır bir aparat tapmışdınız. Sağdan da döşüyün, soldan da döşüyün. Kim eləyir bizə? Hədəfimiz millətimizin özgürlüyü və bağımsızlığı. Böyük hədəfimiz bütün əsr türklərin xilasıdır. Getməz. Bana devirsinler, ne olsun yani? Ben hakimiyet aşık edeyim. Ben ne yaparımsa demokrasi için, milletim için, özgürlüğümüz için yapıyorum. Ben 300 milyona yaklaşık Türk'ün bir əskeri bir evladıyım. Nasıl da sesimi çıkartmamalıyım? Əbülfəz Elçibəy 1938-ci ilin 24 iyununda Naxçıvanın Kələki kəndində dünyaya gəlir. Atası Qədirqulu bəy 2-ci Dünya müharibəsində itkin düşdükdən sonra Elçibəy dayısının himayəsinə keçir və ilk təhsilini də onun yanında alır. Kəndlərində məktəb olmadığı üçün 8 yaşından 15 yaşına dək Unus kənd məktəbində oxuyur. 19 yaşında universiteti qazanaraq Bakıya köçür və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisasında təhsil alır. Universitet təhsilini başa vurduqdan sonra Əbülfəz Elçibəy Misirdə inşa olunan Əsvan bəndində tərcüməçi kimi çalışır. Deyilənə görə həmin dövrdə Ermənistanın sonradan prezidenti olacaq Levon Ter-Petrosyan da Misirdə tərcüməçi işləyir. Hətta Nikita Xruşovun o illərdə Misir prezidenti Camal Əbdülnasir ilə görüşündə də Elçibəyin tərcüməçi olduğu deyilir. Elçibəyə yaxın olan bəzi mənbələrin məlumatlarına görə Elçibəy Misirdə işlədiyi müddətdə maaşını aldıqdan sonra Qahirə küçələrində rastına çıxan dilənçilərə pul verilmiş. Evinin yaxınlığındakı dilənçilərə isə pul verdikdən sonra onlardan yaşasın Azərbaycan demələrini xahiş edilmiş. Hətta deyilənə görə bir müddət sonra Elçibəyi görən həmin adamlar pul gözləmədən yaşasın Azərbaycan deyə qışqırarlarmış. Elçibəy tələbəlik illərində sadə və səmimi bir insan kimi xatırlanır. Onun haqqında maraqlı xatirələr də danışılır. Özünün də dediyinə görə Türkiyədə Türkan Şorayı, Azərbaycanda isə Leyla Bədirbəylini platonik məhəbbətlə sevib. Sonradan prezident kimi Türkiyəyə səfər edəndə Türkan Şorayla görüş təklifi olsa da Elçibəy bu görüşdən imtina edir. O, mənim xəyallarımdakı aliliyini itirə bilər. Onu gözlərimdə adiləşdirmək istəmirəm, deyir. Tərcüməçilik fəaliyyətini və Misirdəki elmi işlərini başa vurduqdan sonra Elçibəy 27 yaşında magistratura təhsili almaq üçün Bakıya qayıdır. Bundan sonra Azərbaycan Dillər Universitetinin Asiya və Afrika Tarixi kafedrasında müəllim kimi fəaliyyətə başlayır. Məhz bu illərdə milli kimliklə bağlı ilk problemlər üzə çıxmağa başlayır. Bəy 37 yaşında Bakıda həbs olunur. Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 57-ci maddəsindəki milliyyətçilik və 188-ci maddəsinin 2-ci bəndindəki Sovet quruluşuna qarşı çıxmaq ittihamları ilə mühakimə olunur. Elçibəyin elmi dərəcələri əlindən alınır və ali məktəblərdə, universitetlərdə müəllimlik etməsinin qarşısı kəsilir. Deyilənə görə Elçibəy anasını ağlayan görmək istəmədiyi üçün məhkəməyə gəlməyini istəmir. Bəy cəzasını başa vurub bir ildən sonra azadlığa buraxılır, amma əvvəlki vəzifəsinə qayıda bilmir. Bakı Dövlət Universiteti rəhbərliyi onu işə qəbul etmir, Şərq Dilləri İnstitutundan da müsbət cavab almır. 7 dekabr 1976-da Elçibəy Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda tədqiqatçı kimi fəaliyyətə başlayır. O da maraqlıdır ki, Azərbaycanın Elçibəydən sonraki prezidentlərindən olan Heydər Əliyev 1975-ci ildə Əbülfəz Elçibəyin həbsdən buraxılmasında birbaşa özünün rolunun olduğunu söyləyib. Elçibəy azadlığından sonra bir müddət elmi fəaliyyətlə məşğul olur, amma 1980-ci illərin sonlarında baş verən siyasi hadisələr onu yenidən fəal mübarizəyə gətirir. 1988-ci ilin fevralında İrəvanda keçirilən mitinqlərdə Ermənistan türklərdən təmizlənməlidir, Ermənistan yalnız ermənilər üçündür, Miyatsum kimi şüarlar səslənir. Qısa zamanda şəhərdə Azərbaycan məktəbi və Cəfər Cabbarlı adına teatr yandırılır, Azərbaycanlıların evləri dağıdılır. Bu gərginliyin ardından 1988-ci ilin fevralında Sumqayıt hadisələri baş verir.
1959-cu il təvəllüdlü erməni Eduard Qriqoryan və digərləri ixtişaşların əsas təşkilatçısı olur. Bir günlük qarışıqlıq nəticəsində ermənilərin evləri yandırılır, 5-i Azərbaycanlı olmaqla 32 nəfər ölür. Əbülfəz Elçibəy o dövrdə fəal siyasi mübarizə aparır və Sumqayıta gedərək hadisənin araşdırılmalı olduğunu, ermənilərin təxribatının cavabsız qalmamalı olduğunu bildirir. Sovet hakimiyyətinin sərt siyasəti fonunda xalq hərəkatı genişlənir. 1989-cu ilin 16 iyulunda Azərbaycan Xalq Cəbhəsi yaradılır və Elçibəy sədr seçilir. Bununla da ictimai-siyasi həyatın mərkəzi hökumətdən Xalq Cəbhəsinə keçir. 1990-cı ilin yanvarında isə faciəli mərhələ başlayır. 19 yanvarda fövqəladə vəziyyət elan edilir, amma xalq bu barədə məlumatlandırılmır. 20 yanvara keçən gecə Sovet qoşunları Bakıya girir və dinc insanlara atəş açır. Nəticədə 146 nəfər ölür, yüzlərlə insan yaralanır və həbs olunur. Evlər və əmlaklar dağıdılır. Həlak olanların arasında qadınlar, uşaqlar, həkimlər və polis əməkdaşları da olur. Bu hadisə Azərbaycan xalqının suverenlik hüquqlarını pozur. Sovet ordusu Xalq Cəbhəsinin ofislərini bağlayır, üzvlərini həbs edir. Lakin xalqın etirazları və tətil dalğaları hökuməti daha da çətin vəziyyətə salır. Nəhayət, fövqəladə vəziyyət aradan qaldırılır. 1990-cı il 26 yanvarda Elçibəy və silahdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun damına üçrəngli Azərbaycan bayrağını sancır. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini vicdanla həyata keçirəcəyimə, Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, vətənimizin suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyacağıma, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlığının keşiyində duracağıma, xalqın yüksək etimadını doğrulacağıma and içirəm. Əbülfəz Elçibəy 1992-ci ilin 17 iyununda keçirilən Azərbaycan Respublikasının ilk demokratik seçkilərində Azərbaycanın ilk demokratik yollarla seçilmiş prezidenti olur. O sonralar bu barədə yazır. Ayaz Mütəllibov devriləndən sonra prezident seçkilərinə qatılmaq məcburiyyətində qaldıq. Halbuki mən dəfələrlə prezident seçkilərinin olmamağını müdafiə edirdim. Çünki dövlət quruluşumuz hələ prezidentlik institutu üçün hazır deyildi. Bəli, bir prezident seçiləcəkdir, amma o sadəcə bir oyuncaq olaraq qalacaq, yalnız qışqırıb bağırmaqdan başqa bir iş görə bilməyəcəkdir. Ya hakimiyyətdə qalmaq üçün diktator olmalıydı, ya da demokrat olaraq kreslosunu itirməliydi. Prezident olduğu dövrdə Elçibəyin qarşısında duran ən ciddi məsələ Qarabağ probleminin həlli üçün milli ordunun qurulması olur. Hakimiyyətə gələndən sonra ordunun yaradılmasına başlanır. Amma ilk günlərdə Sovet ordusuna sadiq olan zabitlərin çoxluğu və Türkiyəyə təlimə göndərilmiş kadrların hələ qayıtmaması səbəbindən Qarabağda açıq hərbi əməliyyat getmir. Bir müddət sonra Türkiyədə təhsil alan zabitlərin geri dönməsi ilə 33 ordu taboru qurulur və orduda nizam-intizam gücləndirilir. Elçibəy prezidentliyi dövründə Azərbaycan tarixində önəmli olan islahatlara imza atır. Azərbaycan 70 illik Sovet hakimiyyətindən sonra Latın əlifbasına keçid edir. Bu dövrdə Azərbaycan türkçəsinin inkişafı və milli kimlik məsələləri ön plana çıxır. O, beynəlxalq toplantılarda Azərbaycan türkçəsində çıxış edir, rus dili isə dövlət idarələrində rəsmi dil statusundan çıxarılır. Bundan başqa milli pul vahidi, manat dövrəyə buraxılır və ən vacibi Rus ordusu Azərbaycan ərazisindən çıxarılır. Elçibəy prezidentliyi dövründə Rus imperializminə qarşı sərt mövqedə olur. Bu da ən çox hərbi sahədə özünü göstərir. Azərbaycanda SSR-dən qalan Rus qoşunlarının ölkədən çıxarılması və onların silahlarının Azərbaycan milli ordusuna verilməsi bilavasitə Əbülfəz Elçibəyin adı ilə bağlıdır. Rus hərbi hissələrinin yerinə yenicə təşkilatlanmış sərhəd qoşunları yerləşdirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası, keçmiş SSR respublikaları içində Rus qoşunlarını ölkədən çıxaran ilk dövlət olur. Elçibəy bu barədə belə deyir. Bu addımla devriləcəyimi yaxşı bilirdim. Rus qoşunlarını Azərbaycan sərhədlərindən çıxardığım gün dostlarıma dedim ki, mənim artıq hakimiyyətdə qalacağıma inanmayın.
Elçibəy yalnız hərbi siyasi sahədə deyil, təhsil sistemində də inqilabi dəyişikliklər edir. O bu barədə yazır. O dövrdə kommunist ideologiyasının orta məktəblərin proqramlarına və dərsliklərinə sirayət etdiyi, Sovet təhsilinin əsasən bu ideologiyaya söykəndiyi yaxşı məlum idi. Müstəqil Azərbaycanın milli ideologiyasına və dövlət maraqlarına uyğun yeni proqramların və dərsliklərin hazırlanmasında inqilabi dəyişikliklər həyata keçirildi. Yüzlərlə alim, müəllim və metodistin iştirakı ilə 7 orta məktəb proqramı tamamilə yeniləndi, onların əsasında 60 yeni dərslik yazıldı. Elçibəy dövründə təhsil sahəsində mühüm yeniliklərdən biri də test üsulu ilə qəbul imtahanlarının tətbiqi olur. Bu, Azərbaycanda ali təhsilin obyektiv və şəffaf şəkildə qazanılmasına yol açır. Əbülfəz Elçibəyin hələ AXC sədri, əsas müxalifət lideri olduğu 1991-ci ilin oktyabrında test üsulu ilə ilk dəfə 50 azərbaycanlı tələbə Türkiyəyə təhsil almağa göndərilir. Həmin tələbələr arasında bugün Azərbaycanda kifayət qədər tanınmış adlar var. Əvəz Zeynallı, Ələsgər Məmmədli, Aqil Səmədbəyli, eləcə də həkimlər, deputatlar və müxtəlif sahələrdə tanınmış mütəxəssislər həmin nəslin nümayəndələridir. Bəy hakimiyyətə gəldikdən sonra isə test imtahanlarının nəticəsi əsasında minlərlə tələbə Türkiyəyə və digər xarici ölkələrə yollanır. Xülasə, Elçibəyin qısa prezidentlik dövründə mühüm siyasi, iqtisadi, hərbi və mədəni islahatlar aparılır. Lakin 1993-cü ilin iyununda baş verən hərbi siyasi çevrilişlə onun prezidentliyi sona çatır. Elçibəyin hakimiyyətinə taleyi ilə bağlı ən çox müzakirə olunan məqamlardan biri də onun Heydər Əliyevlə uzun müddətli görüşüdür. 1993-cü ilin fevralında qardaşı Həsən Əliyevin dəfni üçün Bakıya gələn Heydər Əliyev, prezident iqamətgahında Əbülfəz Elçibəy ilə təxminən 8 saat davam edən qapalı söhbət aparır. Görüşün detalları ictimaiyyətə açıqlanmır, amma illərdir əfsanələr dolaşır. Bəziləri deyir ki, həmin görüşdə hakimiyyətin ötürülməsi ilə bağlı gizli razılaşma olub, digərləri isə bunu təksib edir. Hətta Heydər Əliyevə baş nazir postu təklif edildiyi barədə iddialar da səslənir. Elçibəyin tərəfdarları isə bu söhbəti sadəcə iki siyasi liderin fikir mübadiləsi kimi xatırlayır. Amma istənilən halda həmin 8 saatlıq görüş Azərbaycan tarixində sirli söhbət kimi qalır və Elçibəyin hakimiyyətdən gedişi barədə sualları daha da artırır. Elçibəyin Rusiyaya və İrana qarşı sərt mövqeyi təkcə siyasətdə deyil, onun həyatına yönəlmiş təhlükələrdə də özünü göstərir. Həmin dövlətlər onu aradan qaldırmaq üçün gizli sui-qəsd planları qururlar. Məsələn, Gəncəyə səfəri zamanı prezident kortejinə partlayıcı ilə dolu yük maşını ilə hücum edilir, lakin görülən tədbirlər nəticəsində Elçibəy bu sui-qəsddən xilas olunur. Onun prezident kürsüsündə olması Ermənistanı da narahat edir. Milliyyətçi mövqeyi ilə tanınan Elçibəyin devrilməsi planında ermənilər də önəmli rol oynayır. Bu gərgin dövrdə Sürət Hüseynovun hərbi hissələri cəbhədən geri çəkilir, nəticədə ermənilər Kəlbəcəri mühasirəyə alır. Elçibəy Türkiyə, Rusiya və İrana müraciət edərək bölgədəki dinc əhalinin, yaralı və şəhidlərin təhlükəsiz yerə daşınması üçün helikopter göndərilməsini xahiş edir. Rusiya və İran imtina edir. Türkiyənin baş naziri Süleyman Dəmirəl isə məsafənin uzaq olması səbəbilə yardımın çətinliyini bildirir. Bundan sonra Kəlbəcər işğal olunur. Bu işğal Elçibəyə qarşı ittihamları gücləndirir və bütün rəqiblərini ona qarşı birləşdirir. 4 iyun 1993-cü ildə Gəncədə başlayan hərbi siyasi çevriliş zamanı Elçibəy sivil xalqa atəş açılmamasına əmr edir və dövlət qüvvələrini etirazçılara zərər verməməyə çağırır. Lakin baş verən qarışıqlıqda prezidentin xüsusi dəstəsinin komandanı Tahir Məmmədov da daxil olmaqla bir çox insan həyatını itirir. Elçibəyin devrilməsində bəzi hərbi hissələrin də payı olur. Gəncədə yerləşən 709-cu alay cəbhədən geri çəkilir, komandiri Eldar Əliyev Müdafiə Nazirliyini tanımadığını bəyan edir. Ardınca Sürət Hüseynov əvvəldən silahsızlaşdırılmış Gəncə polisini məğlub edərək şəhəri ələ keçirir. Beləcə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mərkəzi hakimiyyətin nəzarətindən çıxır və üsyan bölgəsinə çevrilir. Elçibəy həmin dövrdə Türkiyə hökumətindən kifayət qədər dəstək almadığı barədə yayılan söz-söhbətlərə cavab olaraq deyir. Heç bir dövlət vermədi. Nə Rusiya verdi, nə İran verdi, nə də Türkiyə verdi. Yəni bir insan, humanitar bir yardım kimi bunu yapmaq olurdu. Al 3 helikopter, bunu kullandır, oradan insanlarını kurtar.
Kələkiyə getməzdən yapmadı? 2 gün əvvəl Ankarada fikirlərim çox gözəl qarşılandı. Amma güya dəstək almaq üçün Türkiyəyə getdiyim fikri yanlışdır. Hər xalq öz mübarizəsini özü aparmalıdır. 2 ay sonra Elçibəy Kələki kəndindən verdiyi bəyanatda 29 avqust 1993-cü ildə keçirilmiş referendumun nəticələrini tanımadığını elan edir. Onun bu müxalif mövqeyi sonradan ona sabiq dövlət başçısı statusunun verilməməsi ilə nəticələnir. Bu qərarla eyni zamanda ona bəzi imtiyazların tanınmasının da qarşısı alınır. Elçibəy Kələki kəndində ağır şərtlər altında demək olar ki, sürgün həyatı yaşayır. Amma onu ən çox incidən kənd cəmaatına tətbiq olunan iqtisadi və psixoloji təzyiqlər olur. Kənddə Elçibəyin ətrafında böyük bir xalq həmrəyliyi yaranır. Hətta kəndlilər tank gəlsə belə özümüzü onun altına atacaq. Elçibəyə bir şey etsələr özümüzü yandıracaq deyirlər. Kələki illərində yeni hakimiyyətin AXC üzvlərinə qarşı təzyiqləri artır, siyasi həbslər baş verir. AXC və Müsavat Partiyasının mərkəzi ofisləri çevik polis alayları tərəfindən dağıdılır, rəhbərləri həbs olunur. Elçibəyin dostlarına, tərəfdarlarına qarşı təzyiqlər və həbslər o qədər çoxalır, təhdidlər o qədər genişlənir ki, ABŞ Konqresi də hökumətə məktub göndərərək həbsdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbərin azad olunmasına tələb edir. Hakimiyyət Elçibəyə qarşı ağır təzyiqlər göstərir, onun çıxışlarına, bəyanatlarına, televiziyalarda qadağa qoyulur, hətta qəzetlərdə şəkillərinə belə senzura tətbiq olunur. Elçibəyin Kələki kəndində məcburi saxlanılması nəhayət 31 oktyabr 1997-ci ildə sona çatır. Həmin il Bakıya qayıdan Əbülfəz Elçibəy yenidən Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri seçilir. Bakıya qayıtdıqdan sonra Elçibəy siyasətdə fəaliyyətini davam etdirir və ən böyük müxalifət partiyasının sədri kimi yeni siyasi düzəndə yer alır. Çətin durumda bütün müxalifəti birləşdirməyə çalışır, amma ona qarşı çevrilişdə iştirak etmiş bəzi müxalifət liderləri səbəbindən bu arzusu baş tutmur. Bütün çətinliklərə baxmayaraq, bir il sonra 1998-ci ildə Elçibəy demək olar ki, bütün müxalifəti bir araya gətirməyi bacarır. Lakin onun vəfatından sonra müxalifət başsız qalır və bu günədək birləşməyi bacarmır. Bakıda xəstəliyi ağırlaşan Elçibəyə prostat xərçəngi diaqnozu qoyulur və müalicəsi Türkiyədə aparılır. O əvvəlcə Ankara xəstəxanasında, sonra isə Gülhanə Hərbi Tibb Akademiyasında yatırılır. Lakin tətbiq olunmalı olan kimyoterapiyanın saç və saqqalın tökülməsinə səbəb olacağını əsas gətirərək bu müalicəyə icazə vermir. O bunu belə izah edir. Mən Cənubi və Şimali Azərbaycan birləşənə, paytaxtı Təbriz olana qədər saqqalımı qırxmamağa and içmişəm. Bu andımı poza bilmərəm. Xərçəng xəstəliyi ilə yanaşı şəkər xəstəliyindən də əziyyət çəkən Elçibəyin vəziyyəti gündən-günə ağırlaşır və nəhayət 2000-ci il avqustun 22-sində Əbülfəz Elçibəy dünyasını dəyişir. Həmin gün dövlət səviyyəsində vida mərasimi keçirilir, Türk Hava Yollarına məxsus xüsusi təyyarə ilə nəşi Bakıya gətirilir və ertəsi gün fəxri xiyabanda dəfn olunur. Dəfn mərasimi dövlət səviyyəsində keçirilir. Heydər Əliyev də mərasimdə iştirak edir və Elçibəyin xatirəsinə ehtiram əlaməti olaraq ona təzim edir. Bəy vəsiyyətində yazır ki, çoxlu sirləri özümlə apardım. Onun sözlərinə görə qardaş qırğını etməmək üçün hakimiyyəti verməyi üstün tutur. O həm də bilirdi ki, Rus qoşunlarını çıxaranda hakimiyyəti itirəcək. Rus və İran qüvvələrinin Elçibəyi devirmək üçün birləşdiyinə dair iddialar da var. Kürəkəni Aqil Səmədbəylinin yazdığına görə isə başlıca səbəblərdən biri həm də İngiltərə və BP, British Petroleum neft şirkətləri idi. Hətta xatirələrdə deyilir ki, Azərbaycan hakimiyyətinin taleyi 1992-ci ilin fevralında Heydər Əliyevlə keçirilən 8 saatlıq görüşdə həll olunub. Elçibəy Azərbaycan yaddaşında sadə həyat tərzi ilə qalır. Prezident olanda belə dövlət imkanlarını şəxsi məqsədləri üçün istifadə etməyi qəbul etmir. Türkçülük ideyalarına bağlılığı və milli kimliyi gücləndirmək xətti siyasətinin mərkəzində dayanır. Uzun müddət öz evində yaşayır, prezident iqamətgahına isə yalnız bir neçə ay sonra köçür. Evdə hər cürə əşya olur. Yaxınlarının dediyinə görə oğlu Ərturqut prezident evində velosiped sürməyə başlayır. Elçibəy isə azyaşlı oğluna həmişə tapşırır. Buradakı bütün əşyalarla diqqətli ol, velosiped də daxil. Bunlar dövlət babanındır. Vaxta gələndə hamısını geri alacaqlar. Onları xarab etmək, sındırmaq olmaz. Deyilənə görə hətta bir dəfə qızı Çilanayın ayaqqabısı olmur, Elçibəy isə maaşımı alan kimi alarıq deyir.
Elçi bəy yalnız siyasətdə deyil, hisslərində də millətin bir parçası olur. O, Yemen türküsünü dinləyərkən göz yaşlarını saxlaya bilmir, hətta məşhur Sakarya şeirini oxuduğu anlarla yaddaşlarda qalır. Bu anlar Elçi bəyin xalq mahnıları və şeirlərlə nə qədər bağlı olduğunu, sadəcə bir dövlət başçısı deyil, həm də ürəyi ilə yaşayan bir insan olduğunu göstərir. O, dünyasını dəyişəndə borclu olan yeganə Azərbaycan prezidentidir. Borclar Ankaradan göndərilən pullarla ödənir. Onu bir çox məsələdə tənqid edirlər, amma hamı tərəfindən bilinən ən vacib xüsusiyyəti rüşvət almamaq olur. Margaret Thatcher'la görüşdə ona bonuslar təklif olunanda bu mənim malım deyil, Azərbaycan xalqının neftidir deyərək 1 sent belə qəbul etmir. Elçi bəy özü də dediyi kimi, özündən sonra böyük sirlər qoyub getdi. O, Heydər Əliyevlə razılaşdımı? Hakimiyyət anlaşma ilə mi ötürüldü? Yoxsa İran və Rusiya birləşərək onu devirdi? Bəlkə BP və böyük neft gücləri onu hakimiyyətdən uzaqlaşdırdı. Yoxsa səbəb sadəcə Rus ordusunun çıxarılmasının cəzası idi. Elçi bəy Kələkiyə öz istəyi ilə getdi, yoxsa bəzi şərtlər onu məcbur edərək göndərdi. Hakimiyyətdən qardaş qırğınının qarşısını aldığına, yoxsa səriştəsizliyinə və təcrübəsizliyinə görə getdi. Əbülfəz Elçi bəy əsl xalq qəhrəmanı, əfsanəvi lider, millət atası idi, yoxsa zəif bir dövlət başçısı? Bu sualları cavablandırmaq indi çox çətindir. Bəlkə zamanla sirlər gün üzünə çıxacaq. Bütün hallarda qərarı verən sizlərsiniz, əziz xalqım. Bəziləri ona Azərbaycanın mifik qəhrəmanı, bəziləri isə bütün bəlalarımızın səbəbkarı kimi baxır. Amma bir həqiqət var ki, bəy Azərbaycan xalqının qəlbində öz təmizliyi ilə taxt qurmuş bir lider olaraq qalır. Su misalı, kıvrım Sakarya, bir yanda akan benim, bir yanda Sakarya. Su akar yokuşlardan hep basamak, benim ise alın yazan yokuşlarda susamak. Her şey akır, tarih, İnsan ve fikir oluklar cift, birinden nur akar, öbüründen kir. Fakat Sakarya başka, yokuş mu çıkıyor ne? Kurşundan bir yüş binmiş köpükten gövdesine, çırpılır, yırtılıyor yokuşu sökmek için. Eyvah Sakaryan kim demiş suya vurulmaz perçin? Rabbim isterse sular büklüm bululur. Sırtına Sakarya'nın düş tarihi vurulur. Laf sonu böyle, bana kefendir yatak, sana ölümdür havuz. Havuzlar dikilmiş bende. Sen kıvrıl, ben gideyim, son peygamber kılavuz. Yolunun, meslekinin, gelse Ankarya, yüzüste çok süründüm, ayağa kalk Sakarya.